10-cu test tapşırığının şərti belədir. Hansı cümlələrdə isimləşmiş sifət var? Əziz uşaqlar, siz bilirsiniz ki, isimləşmiş sifət mütləq və mütləq ismin suallarına cavab verməlidir. Əgər sifət cümlədə ola bilsin ki, şəxs sonluğu qəbul edilir, lakin ismin suallarına cavab vermədən də bunu qəbul edir. Demək, bu zaman həmən sifətlər isimləşməyib. Ona görə də biz ilk növbədə suallarına görə müəyyənləşdirməliyik. Nə gözəldir yol boyunca söyüşlər. Burada gözəldir sözü sifətdir, amma isimləşməyib. Çünki o necədir sualına cavab verir. Söyüşlərin kölgəsinə igidlər. Kim igidlər? Məhz bəli. İkinci cümlədəki igidlər sözü isimləşib. Çünki o ismin sualına cavab verir. Dinləyirlər babalardan öğütlər. Burada ümumiyyətlə sifət yoxdur. Coşur damarlarda qanı Təbrizim. Burada da sifətimiz yoxdur. Yoxdur bu mərdlərin sanı Təbrizim. 5-ci misradakı mərdlərin isimləşmiş sifətdir. O həm cəm, həm də yəlik hal şəklini qəbul edib və cümlədə isimləşmiş vəziyyətdə çıxış etmişdir. Demək, isimləşmiş sifətlər biri 5-ci cümlədə mərdlərin sözü, biri də 2-ci cümlədəki igidlər sözüdür. Testin doğru cavabı 2-5 olan variantdır. Yəni C variantı testimizin doğru cavabıdır.